Ebu Said el-Hudri radıyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem'den vida həccində Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi. Naddarallahu imra'an. Allah Teala o kişinin üzünü ağ etsin. Yəni kişi deyəndə ərəb dilində ümumi gedir, həm kişi həm də qadın. Və burada Allah Resulü sallallahu aleyhi ve sellem dua edir. Və deyir ki, Allah Teala onun üzünü ağ etsin. Naddara sözü, yəni qəlbində parlaq, üzündə parlaqlıq olsun. O kişi ki, mənim sözümü eşidə, səmiyə məqaləti, mənim sözümü eşidə, fəvaəhə və onu dərk edər, əzbərləyər. Fərubbə hamili fiqhin leysə bifəqihin və neçə elm, fiqh daşıyanlar var ki, fəqih deyil, yəni daşıyır, əzbərləyir, lakin ondan çox faydalar çıxara bilmir. Ola bilsin ki, insan əzbərləyir hədis, ayə, başqasına çatdırır, lakin başqası kimə ki çatdırır, o daha çox fayda çıxarır o hədisdən, o ayələrdən, daha çox istinbat edir. Və Allah Resulü sallallahu aleyhi ve sellem bu hədisdə həvəsləndirir, hədisi əzbərləyərək başqalarına çatdırmağa və dua edir. Allaha dua edir ki, Allah da o insanın üzünü ağ etsin.